Bugün bir insan La ilahe illallahı dedikten sonra baxması gereken en mühüm yer nədir? Mən həqiqətən də Allah'tan başqa ibadətə layiq olan bir məbud yoxdur. Bu sözü demişəm La ilahe illallahla. Fəqət mən bunu qəbul etmişəmmi? Mənim həyatımda həqiqətən də mənim Rəbbimdən başqa ilahım yoxdurmu? Yoxsa mən bu kəlməni dedikdən sonra mən uşaq istəyəndə filan kəsin qəbrinə gedirəm. Mən xəstələnəndə falan kəsdən kömək istəyirəm. Mən qurban kəsəndə falan kəsin qəbrinə gedib qurban kəsirəm. Mən Allah'tan istəməm gerəkən şeyləri Allah'tan başqasından istəyirəm. O zaman mənim o Məkkəli müşriklərlə aramdakı fərq nə oldu ki? Yəni mənim o Məkkəli müşriklərlə aramdakı olan fərq nə oldu ki? Yəni onlar bu kəlməni anladılar, La ilahe illallah demədilər. Mən isə anlamadığımdan dolayı La ilahe illallah dedim. Əslində mən də La ilahe illallah deməməliyəm. Mən də onlar kimi qəbul etməliyəm ki, mənim onlarla ilahım var. Bu insan bunu düşünəndən sonra, ondan sonra qərar verəcək ki, həqiqətən də mən La ilahe illallahı, yəni Allah'tan başqa ibadətə layiq olan bir məbud olmadığını mən qəbul etmişəmmi, etməmişəmmi? İnsan bunu düşündükdən sonra qərar verəcək ki, həqiqətən də o La ilahe illallahı qəbul edib yoxsa yox. Biz La ilahe illallahı qəbul etmişik. Biz bilirik ki, bizim Rəbbimizdən başqa, bizim həyatımızı idarə edəcək olan, bizim həyatımıza yön verəcək olan, bizim həyatımızda bir sıxıntı olduğu zaman, bir dara düşdüyümüz zaman, yardım istədiyimiz zaman, qurban istədiyimiz zaman gedəcəyimiz tək bir ilahımız var, o da aləmlərin Rəbbi olan Allahdır. Biz La ilahe illallahı qəbul etmişik və La ilahe illallahı qəbul etmək də budur. Fəqət La ilahe illallahı qəbul etməyən insanlar bunu tələffüz etsələr belə həmin o La ilahe illallah onlara fayda vermir. Yəni mühüm olan can alıcı nöqtə budur ki, bu günləri insanlar həqiqətən də La ilahe illallahları onlara fayda verirmi, vermirmi? Heç başqa birisinin ona gəlib bir şey anlatmasına gerək yoxdur. Heç başqa birisinin gəlib ona sənin La ilahe illallahın sənə fayda verir və ya vermir deməsinə ehtiyac yoxdur. İnsan biraz düşünsə, yəni anlasa ki, mən həqiqətən qəbul etmişəmmi, etməmişəmmi? Yəni ilahın tək bir ilah olduğunu qəbul etmişəm yoxsa yox? Eyni adama sən gəlib desən ki, sən Allah'tan başqası üçün, Allah'tan başqasını önünə qoyub onun üçün namaz qıla bilərsənmi? Allah'tan başqasına səcdə edə bilərsənmi? Mümkün deyil deyəcək. Mən Allah'tan başqasına namaz qıla bilmərəm. Allah'tan başqasına namaz qılmayan adam dua bir ibadət deyil. Qurban bir ibadət deyil, dua da bir ibadətdir, qurban da bir ibadətdir. Necə ola bilər ki, namazı Allah'tan başqasına qılmayan bir insan gedib Allah'tan başqasına dua edir, Allah'tan başqasına qurban kəsir? Mənim namazımda tək ilahım aləmlərin Rəbbi olan Allahdır, amma dua eləyəndə başqa ilahlarım da var, qurban kəsəndə başqa ilahlarım da var. Belə bir şey ola bilərmi? Belə bir şey ola bilməz. Ya sən Məkkəli müşriklər kimi deyəcəksən ki, biz bunu qəbul etmirik, bizim tək ilahımız, yəni La ilahe illallahı qəbul etməyəcəksən. Deyəcəksən ki, mən La ilahe illallah, yəni Allahın tək ilah olduğunu mən qəbul etmirəm deyəcəksən və yaxud da deyəcəksən ki, xeyr, mənim bir dənə ilahım var, o da aləmlərin Rəbbi olan Allahdır. O məni anamın bətnində yedizdirən, o məni anamın bətnində 9 ay bir suyun içərisində saxlayan, o aləmlərin Rəbbi məni anamın bətnindən çıxdıqdan sonra qidalandıran, məni böyüdən, mənə bu ağlı verən, əli verən, qolu verən, gözü verən, iradəni verən, bunların mənə verən mənim ilahım olan aləmlərin Rəbbi olan Allahdır. Bunları mənə verdiyi kimi mən yönələndə də necə ki anamın bətnində aləmlərin Rəbbi olan Allaha möhtac idim, necə ki anamın bətnindən çıxarkən aləmlərin Rəbbi olan Allaha möhtac idim, bugün də möhtac olduğum zaman aləmlərin Rəbbi olan Allaha yönələcəm.